Rusiya prezidenti Vladimir Putinin helikopterinin Ukraynanın Kursk vilayətinə pilotsuz təyyarə hücumu zamanı epimərkəzdə olması ilə bağlı iddiaların Kreml tərəfindən uydurulduğu bildirilir. Bu barədə The Moscow Times Rusiya hökumətindən olan 4 mənbəyə istinadən məlumat yayıb. Rusiyalı hərbi komandan mayın 20-sində bildirib ki, Putin Kursk vilayətinə səfər edərkən onun helikopteri Ukraynanın pilotsuz təyyarə hücumuna məruz qalıb. Bu, Moskvanın vilayətin nəzarətini bərpa etdiyini iddia etdikdən sonra Putinin bölgəyə ilk məlum səfəri idi. Biz eyni zamanda hava hücumundan müdafiə döyüşü aparır və prezidentin helikopter uçuşu üçün hava məkanının təhlükəsizliyini təmin edirdi, deyə hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin mayın 25-i tarixində Rusiya xəbər agentliyi RBC-yə bildirib. Helikopter kütləvi pilotsuz təyyarə hücumuna cavabın praktiki olaraq epimərkəzində idi. Hökumət və Kreml daxilindəki bir neçə mənbə bildirib ki, təhlükəsizlik rəsmiləri bu şok edici və riskli hadisəni mediada tirajlayaraq Rusiya ictimaiyyətinə prezidentin başqalarının arxasında gizləmədiyi, güya özü də risklərə getdiyi və fədakarlıqlar etdiyi mesajını verməyə çalışıblar. Müntəzəm pilotsuz hücumlar, hava limanlarında yaranan xaos və mobil rabitədə baş verən kəsintilər fonunda bu televiziya şousunun məqsədi Putini ölkə ilə eyni təhlükələri bölüşən bir lider kimi göstərmək olub. Bununla da ictimaiyyətə müharibə varsa müharibədir mesajı çatdırılıb. The Moscow Times yazır ki, Putin həqiqətən də Kursk vilayətinə səfər edib. Rəsmi versiyaya görə o bölgəyə helikopterlə gedib. Həmin vilayət Ukrayna hücumlarının hədəfi olan yerlərdəndir. Lakin mənbələrin sözlərinə görə Putinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub. Belə bir cinayət səhlənkarlığına heç vaxt yol verilməzdir. Hətta kabusda belə deyə prezidentin təhlükəsizlik sistemi ilə tanış olan administrasiyaya yaxın olan bir rəsmi bildirib. Mənbə qeyd edir ki, Putinin helikopterinin geniş miqyaslı düşmən pilotsuz hücumu zamanı epimərkəzdə olduğu ilə bağlı sensasyon iddia Rusiya Müdafiə Nazirliyi tərəfindən dövlət telekanalı vasitəsilə yayılıb. Putinin bu səfərində Kremlinə yaxın jurnalistlər və peşəkar çəkiliş qrupu iştirak etməyib. Bunlar digər şəxslər, o cümlədən bir təhlükəsizlik əməkdaşı tərəfindən çəkilib, deyə iki məlumatlı mənbə The Moscow Times-ə bildirib. Bu uydurulduğu deyilən hadisə Ukraynanın Moskvaya qarşı hücumlarını artırdığı vaxtda təsadüf edir, deyib yüzlərlə kamikadze pilotsuz təyyarə ilə Rusiya paytaxtına hücumlar təşkil edir. Onların heç biri Moskvanın özünə çatmasa da sərnişin hava nəqliyyatında ciddi pozuntulara səbəb olub. Ukrayna Silahlı Qüvvələrinin 65-ci briqadasının pilotsuz sistemlər batalyonunun döyüşçüləri Zaporojye bölgəsinin işğal olunmuş ərazisində cəbhə xəttindən uzaqda yerləşən Rusiya işğalçı ordusunun zirehli döyüş texnikasını və canlı qüvvəsini ələ keçirərək zərbə indiriblər. Kamikadze dronlarla həyata keçirilən zərbələr nəticəsində ümumilikdə 5 zirehli personal daşıyıcısı, bir neçə digər zirehli döyüş maşını və ərazidə həm irəliləyən, həm də açıq sahədə dayanmış Rusiya hərbçiləri məhv edilib.
Rusiya işğalçı qoşunlarının qüvvələri Sumu vilayətində regional mərkəzə irəliləyə bilmələrindən daha sürətli tükənə bilər. Bu inam Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin həmtəsisçisi və icraçı direktoru Dmitri Jmaylo tərəfindən efirdə ifadə edilib. Onun fikrincə yaxın gələcəkdə Rusların birbaşa Sumaya keçməyə şansı yoxdur. Bəli, onların orada sadəcə üstün bir qrupu var. Bu qoşunlarımızı sadəcə üstələyir. Amma Rusların necə döyüşdüyünü nəzərə alsaq, burada da ət hücumları taktikasından istifadə edirlər. Onlar Sumaya irəliləyə bilməkdən daha tez tükənəcəklər. Buna görə də əskərlər arasında generallardan narazılıq var. Eyni zamanda Dmitri Jmaylo şəhərə qarşı başqa bir təhdiddən danışıb, işğalçılar Sumunu raket, artilleriya atəşi və dronlarla vurmaq üçün regional mərkəzə mümkün qədər irəliləmək istəyirlər. Düşmən Sumuda həyatı müdafiə üçün vacib bir logistik mərkəz və qoşunlarımız üçün vacib bir mərkəz kimi yandırmaq və orada insanların həyatını dözülməz etmək istəyir. Müdafiə qüvvələri bunun qarşısını almağa çalışır. Jmaylo şərh edib. Onun sözlərinə görə Sumu vilayətinin sərhədində vəziyyət indi həqiqətən çətindir. Amma düşmənin indi həyata keçirdiyi bu plan artıq bir il əvvəl də var idi. Buna görə də Sırski bu anı mümkün qədər gecikdirmək üçün Kursk əməliyyatına başladı və Rusların aviasiya, artilleriya ilə Kursk vilayətinin ərazisində törətdiyi bütün dağıntılar, bütün bunlar sadəcə Sumu vilayətini gözləyirdi, ekspert vurğulayıb. Ekspert qeyd etdiyi kimi, Ukrayna uzun mənzilli silahlara malik olduğu müddətdə ordu Kursk vilayətində möhkəm dayana bilərdi, lakin təchizat tükəndikdə düşmən onları sadəcə üstələdi və indi Sumu vilayətində uğurlarını inkişaf etdirməyə çalışır. O izah edib ki, Ruslar təyyarələrdən idarə olunan bombaları, kütləvi atəşi, güclü artilleriya işi və çox sayda kamikadze dronları və fiber optik dronlar sayəsində Sumu vilayətinə daxil ola biliblər. Bu, Ukrayna müdafiə qüvvələrinin dağıdılmış mövqeləri səbəbindən geri çəkilməsinə səbəb oldu. Lakin onun məlumatına görə son bir neçə gündə Sumu vilayətində düşmənin yeni irəliləyişləri qeydə alınmayıb. Orada şiddətli döyüşlər davam edir. Aydındır ki, Ruslar eyni zamanda birləşmələrimizi Kursk vilayətindən çıxarmaq istəyirlər. Lakin Ukrayna qüvvələri Rusiya Federasiyasının logistikasına zərbələr endirir və işğalçıların irəliləyişini hər yolla yavaşlatmağa çalışır. Jmaylonun sözlərinə görə, ümumilikdə Rusların Sumu vilayətində irəliləmək üçün demək olar ki, heç bir konkret plan yoxdur. Tampon zonası və Sumuya keçidi gəlincə, düşünürəm ki, Ruslar bacardıqları qədər irəliləyəcəklər və sonra sadəcə tükələndə əməliyyatlarının tamamlanıb, tamamlanmadığını söyləyəcəklər, o dedi.